süni intellektin yaranması bu ölkəyə həqiqətən düşdü. Deməli, Karib dənizində Anguilla adlı bir dövlət var. Yəqin ki, çoxunuz tanımırsınız, mən də tanımırdım. Deməli, bu dövlətin 20 minə yaxın bir əhalisi var, yəni 90 min kvadrat kilometr kiçik bir ölkədir. Bu ölkə vaxtilə öz domen adını AI, yəni AI olaraq seçibdir və nəticədə süni intellektin inkişaf etməsi ilə dünyada AI sonluqlu domenlər inkişaf etməyə başlayıb və yaygınlaşmağa başlayıb. Və nəticədə bu ölkə oturduğu yerdən ortalama hər il 30-40 milyon dollar təkcə domen satışından pul qazanırlar. Və elə bir vəziyyətə gəlib ki, bu ölkənin gəlirləri üçdə birini sadəcə domen satışları təşkil edir. Yəni düşünün ki, oturduğunuz yerdən sadəcə necə ki Azərbaycan domeni az kimidir, bunların da domeninin sonu AI, yəni AI olaraq olduğuna görə oturduqları yerdən ölkə olaraq çatır-çatır pul qazanırlar. Bu tərz videoların daha çox gəlməsi üçün bəyənib şərh bildirməyi unutmayın. Daha çox video üçün izləmədə qalın.